Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib. Hadisə Nəsimi rayonu Azadlıq prospektində 28 Mall Ticarət Mərkəzinin qarşısında baş verib. 38 yaşlı Teymur Əliyev və 24 yaşlı Həsən Cavadov 2 metr enində plakat açıb. Plakat üzərində Əhmədi sülh və işıq dinini təbliğ edən şüarlar, eləcə də Abdullah Haşim zühur edib kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılan plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və Teymur Əliyevlə Həsən Cavadovu ərazi üzrə 22-ci polis şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər. Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib. Qeyd edək ki, saxlanılan şəxslər özlərini Amerika Birləşmiş Ştatlarında yaşayan Abdullah Haşim Aba El Sadıqın qurucusu olduğu sülh və işıq dininin mənsubu kimi təqdim ediblər. 42 yaşlı Abdullah Haşim bir müddət əvvəl özünü 2-ci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib. Qeyd edək ki, bir müddət əvvəl Aropol dininə sitayiş edənlər Fəvvarə meydanında da aksiya keçirmişdilər.